Salam əziz müəllimlər və şagirdlər. Bugün mən essay işləmə qaydalarının izahını verəcəm. Yaxşı essay işləmək üçün söz ehtiyatımız olmalıdır və indiki və keçmiş, sadə və davam edici zamanları bilməliyik. Keçək essayimizə. Birinci şəkildə biz mətbəx görürük. Bura mətbəxdir. Here is kitchen. Mətbəx təmizdir. The kitchen is clean. Mətbəxdə 3 adam var. There are 3 people in the kitchen. Father and his son and his daughter. Ata, oğlu və qızı. The father is reading newspaper. Ata qəzet oxuyur. They eat cornflakes with milk. Onlar südlə cornflakes yeyirlər. The weather is sunny outside. Çöldə hava günəşlidir. There is a table and 4 chairs in the kitchen. One of them is a red chair. Mətbəxdə bir stol, 4 stol var. Onlardan biri qırmızıdır. The cupboard's doors are open. The dishes inside are visible. Şkafın qapıları açıqdır. İçərdən deməli qablar görünür. There are shoes by the door. Qapının yanında ayaqqabılar var. There are fruits in a bowl on the table. Qabın içində meyvələr, stolun üstündə qabın içində meyvələr var. The father drink coffee. Ata kofe içir.